saçı ayırırlar. Çəkirlər də, gözü çəkirlər. Və deyir ki, çox kəskin baş ağrısı verir, dayana bilmirəm. Düzgün yerdən saç ayrımını edib, düzgün yerdən çəkmək şərtdir. Bunu elədiyiniz halda nə ağrı olmayacaq, nə də müştərinin şikayəti olmayacaq. Ona görə ilk öncə saçı düzgün şəkildə ayırırsınız. İki hissədən göstərəcəm sizə. Bir var, ümumi çəkirik saçı. Həm qaş çəkiləcək, həm göz çəkiləcək. Bir də istəsəz iki hissəyə çəkə bilərsiniz. Məsələn, mən bu hissədən götürdüyüm zaman, bu hissəni götürüb çəkdiyim zaman görürsünüz, yanaq gedir. Yanağı çəkmək istəmirəm. Məsələn, elə olur ki, lifting effekti olur, yanaqda çəkilməyə ehtiyac olmur. Bu zaman götürürsünüz, bax buradan qaş üstündən. Yanağa dəymirəm. Görürsünüz, qaş gedir. Qaşı çəkirəm. Baxın, indi getdi yanaq. Gördünüzmü? Qaşı çəkirəm, qaş qalxır. Qaş-göz məsafəsi açılır. Müştərinin üz cizgilərinə diqqət eləməlisiniz ki, hansına ehtiyac var. Elə halda olur ki, hər ikisinə ehtiyac olur. Həm qaşa, həm də yanağa. Buradan biraz, çox incə ötürürəm. Çox incitməmək üçün iki yerdən çəkib. Görürsünüz, həm qaş gedəcək, həm göz. Bax, gördünüz, hər ikisi qalxdı. Bir dənə götürürəm. Və eləməyin o səhvi ki, məsələn, buradan götürürlər, standartdır da. Götürürsünüz, yana doğru çəkirsiniz. Buradan tük götürürsünüz, yandan. Görürsünüz? Yana çəkdiyiniz zaman o lifting effekti olmur. Görürsünüz, o yanılacaq saçı incəcək, amma orada effekt olmayacaq. Bir balaca göz yana doğru çəkiləcək. Amma sırf o mükəmməl lifting effektini istəyirsinizsə, götürdünüz, qaldırırsınız yuxarı doğru. Gəlirsiniz təpə nöqtəsinə. Təpə nöqtəsindən bir miqdar saç ayırmışam mən ki, onun üzərinə gəlsin. Yəni burada görsənməsin. Görürsünüz, yuxarı doğru çəkirəm ki, zəhmət olmasa bir dənə çəkin. Aha. Və bunu bir dəfə tərsinə fırlatdım. Bunu eləməkdə məqsəd odur ki, məsələn, üstünə atanda bu rezin buradan dik qalıb saçın arasından çıxmasın. Bir dəfə fırladırsınız, götürürəm, maksimum baxırsınız və yaxınlaşdırın. Çəkin zəhmət olmasa. Bax, bunu bu şəkildə keçirdirik bu hissəyə. Baxın, bu tərəf və bu tərəf əzəliydi. Baxın, bir dənə zəhmət olmasa. Heç nə görsənmir, heç nə bilinmir. Görürsünüz, saçın içərisindən çıxan bir saçda... Necə dəyişdi? Hələ bu sadə makyaj deyil. Bu sadə makyajdır və baxın, gördünüz, bir tərəf, bu tərəf və bu tərəf. Hələ dodaq istəmir. Düzgün texnika, düzgün yerdən olunan işləm hər zaman həm dəyişim yaradır, həm də gözəl bir görünüm.